Salam əziz və hörmətli dostlar. Salam aleyküm. Xoş gördük dostlar. Umarım ki sağsız, salamətsiz və rüzgar da istədiyiniz kimi geçsin. Bundan önceki kitaba başlayaq. Bu günləri dostların biri ana dili haqqında bir cümlə yazmışdı. Mən o cümlə mənə çox önəmli idi. Buna görə ki, illər boyu Günas TV-də və Günas TV-dən öncə, yəni mən 2013-də Günas TV-yə qoşuldum. Ondan öncə də bu haqda çox yazmışdım. Və indi də yenə də mənim əsli fikrim odur. O da budur ki, ana dili və vətən dediyiniz nənə kanalından geçər. Nənələr və xanımlar və qızlar. Yəni, biz Güney Azərbaycan milləti olaraq müstəqil olmaq imkanımız yoxdur illa ki, qızlarımız, xanımlarımız vətənpərəst, millətpərəst ya millətçi və istiqlalçı olarlar. Yəni, o günəcən ki, xanımlar və qızlar Güney Azərbaycanda millətçi, vətənpərəst olmayıblar, bizim istiqlal olmağımızın ehtimalı çox aşağıdır. İndi dostlar soruşarlar ki, niyə qızlarda bu qədər önəm var, kişilərdə önəm yoxdur? Buna görə ki, bizim tərbiyyətimiz nəslidən nəslə, mədrəsədən çox anıya bağlıdır. Dövlətdən çox anıya bağlıdır. Analar və qızlar. Yəni, xanım qızlar və xanım analar bunların bizim tərbiyyətimizdə oğlan qız tərbiyyətinə çox mühüm var. Nəslilər xanımlarla deyişər. Xanımların nəsli deyişdikcə camiədə deyişirlər. Məsələn, bizim öz camiəmizdə baxanda 3 nəsli bundan qabaq, məsələn, mənim nənəmgilin dövründə gəlin gedirdi, gəlin gedəndə gedirdi qeynata evinə. İkinci nəslidə, yəni mənim öz xanımım nəslindəkilər, mənim öz xanımım yox, amma onun nəslindəkilər. Məsələn, %90-ı qeynata evinə getmədi. Dedilər, biz gedirik öz evimizə. Və indiki nəsl əslən bunu bəhs eləmir ki, biz öz evimizə gedirik, yox. Əslən bu bir dənə haqdır, qız gəlin olanda gedir öz evinə. Diqqət buyurursuz. Bunun üçün mühümmüdür bu ki, qızları nə tür tərbiyyət olur evdə. Və bir ayrı misalda əgər vursaq, İsraildən və Yəhudilərdən vuraq. Bilirik, Qur'anın əsasına Beytül Müqəddəs dediyimiz yer müsəlmanların deyil, Yəhudilərindir. Bu birinci. Amma bu Yəhudilər oradan əsir olaraq Qur'anın dediyi üçün aparıblar Misrə. Və beynə nəhrinə, hara, yəni sonra dünyanın hər yerinə köçüblər, orada qətliam olublar. Öldürülüblər, əsir olublar, çox bir. Şey dediyinə, Torat və Qur'an dediyinə bunlar, Allah bunları qarğıyıbdır. Qarğımaq, qarğış eləmək sözündən gəlir. Qarğıdın, yəni qarğış elədir. Qarğınmış olmuş. Qarğıdılar bunu, Allah bunları qarğıyıbdır ki, siz vətənsiz olacaqsınız. Və çox uzun. Şayət də Musa qarğıyıbdır. Hər halda çox uzun zaman bunlar 2500 il, 4000 il bunlar vətənsiz qalıblar. Və diqqət buyurun, Yəhud dövlətləri yoxdur. Yəni dünyada keçən 70 ili çıxın, 75 ili çıxın, deyək 100 ili çıxın, şey yoxdur. Yəhud dövləti yoxdur. Çünki əsir dilər. Dilləri də əsirdir, dinləri, hər şeylər əsirdir. Amma Yəhud dinində 2 dənə əsli var. Calibdir. Bununla belə ki, bizim dinimizin də tamam pisliklər ki, İslamda vardı, ki, Quranda çoxu yoxdur. Mən bunun neçə gündür indi buna ciddi fikirləşirəm. Deyəcəm, əgər yadımda olsa deyərəm ki, qoyun yaddaş dilin, yəni deyim də bu günləri ki, mən niyə o cür düşünürəm. Yazdım bura ki,
Yadımda olsun. Yahudiyyətdə dinlərin pisi Yahudiyyətdir. Nə çətinlik ki, İslamda, Məsihiyyətdə var, icra olur, olmur. Bunların hamısı Yahudiyyətdə var. Yahudiyyətdən gəlib bunlara. Musəvi deyirlər də, Musəvi məzhəbindən gəlib bura. İsəviyyə, İsəvidən də keçibdir İslam'a. Diqqət buyurun ki, bununla belə orada bir dənə gözəl əsli var. Deyir, heç kəs, məsələn, mən bu günləri həvəs eləyəm ki, İslamdan çıxıram, gedəm olam Yəhudi, Məsihi ola bilirəm, ayrı dinlərə keçə bilirəm. Amma Yəhudi olanmaram. Niyə? Çünki Yəhudi adam o zaman Yəhudi olar ki, nənə Yəhudidən, Yəhudi nənədən doğar. Yəni, dədə Yəhudi olsa, Yəhudi hesab olmaz adam. Yəni, deyək ki, indi, məsələn, mən bir dana xanımla evlənsəm ki, o Yəhudidir, onun uşağı Yəhudi olar. Dədəsi müsəlman olar, ya Yəhudi olar. Amma indi bir dana Yəhudi bir müsəlman xanımla evlənə, o müsəlman xanım doğduğu uşaq öz-özünə Yəhudi olmaz. Hüquqən doğulanda da Yəhudi doğulmaz. Deməzlər buna Yəhudidir. Çünki nənəsi gərək Yəhudi olar. Bu Yəhudilər, Yəhud dinin nənələri saxlayıbdır. Dədələr yox. Bunun üçün də Yəhudilər normalda xanımları zatları görsənməzdir. Əsr olduğu məmləkətlərdə. İranda da siz Yəhudi xanım görməzsiniz. Erməni xanım görərsiniz, amma Yəhudi xanım görməzsiniz. Özlərini görsətməzlər. Ya çox çıxmazlar eşiyə, ya çox fəal olmazlar. Amma dinlərin Yəhudiləri əslində xanımlar saxlayıblar. Və ikinci şey ki, xanımlar saxlayıblar, dilləridir. Yəni, diqqət buyurun, bu qədər qətl-amın qabağında ki, dünyanın hər yerinə gediblər, qətl-am olublar. Düz İslam məmləkəti. Əlbəttə, İslamda da bəzi yalanlar vardır ki, onlarda da Yəhudilər qətl-am olublar. Məsələn, Xeybər qələsi savaşı kollən yalandır. Və o qətl-am ki, orada deyirlər, Yəhudiləri Həzrəti Məhəmməd, Həzrəti Əli kim boynun vurublar. Bu dastan yalandır. Çünki əslən belə qələ Ərəbistan adlı bir məmləkətdə indi də yoxdur, qəlində də yox idi. Belə bir qələ yoxdur. İkinci, əgər o qələ olsa, o qələnin Həzrəti Əli qapısını aça bilməz. Çünki Həzrəti Əli belə deyək ki, çox güclü adam idi. 100 kilo əvəzinə 500 kilo götürür. Amma qələ divarı, bir dana divardan qələ qapısını çəkib çıxartmaq, əgər 1000 nəfər çəkib çıxarda bilsəydi, ip bağlarda, filan bağlarda çəkib çıxardardılar. Xeyr, qələnin niyə çətin olar? Deyim buna görə ki, əvvələn Təbrizi, mən Təbrizi görmüşəm, bəzi Təbrizin ətrafındakı şəhərləri görmüşəm. Bizim kəndimizi özündə, bizim Təbrizə görə bizim kəndlilər çox şey idilər. Mədəniyyəti yuxarı idi. Niyə? Qərədağı deyirəm. Çünki Qərədağda biz daşla ev tikərik, daş, palçıq. Üstünə də pərdə atarıq, təxtə qoyarıq, üstünə palçıq dökərik, beləsi tikərik. Təbrizdə daş olmadığı üçün bünövrə, yəni ət torpağı gətirirlər, ondan bünövrə tikərlər. Enni olar, aşağıda 1 metr, 1 metr 20 sant başlar, 2 təbəqəyə gəlincən olar məsələn 20 sant ya 15 sant. İndi diqqət buyurun ki, qələləri neçə qat qalın, bəzən 3 metr, 4 metr qələnin divarı olar. Ki, bunu vurmaqla, əzmaqla, partlatmaqla çox, ya 2 metr heç olmasa qələnin divarının eni olar. İndi bu divarı ağırlığı gəlir bir qapının üstünə, dövrəbərdən tutur, bu qapını çıxartmaq olmaz. Bəs mənim nəzərimə gəlir ki, bu Yəhudilər, amma o mühüm deyil, Yəhudilərin nağılını danışmırıq. Şeyi danışmırıq, İslamda bu Yəhudiyyətin qətl-amına görə danışmırıq. Bundan belə ki, Yəhudilər hər yerdə qətl-am olublar, dövlətlər bunları qeyri-rəsmi tanıyıblar, dinlər qeyri-rəsmi tanıyıblar, xüsusən Məsihiyyət dini. Məsələn, Yəhudilərə, mən hətta dünən də bunu eşitdim Türkiyə kanallarının birində. O zaman ki, Yəhudilərə Avropada çətin tutdular, Əbdülhəmid onlara yer verdi, gəlin mənim torpaqlarıma. Yəni, Osmanlı yer verdi ki, gəlin mənim torpaqlarıma. Onun üçün deyir ki, Türklərlə Yəhudilərin arasında bir məhəbbət bağı var. Ürək bağı var. Çünki müsəlman məmləkətlərdən, xüsusən imperatorluqlardan, Türk imperatorluğuna
heç zərər gəlməyib yəhudilər. Amma o yəhudi xanımlar o çətinliklə belə dillərini saxlayıblar. Bunun üçün mən istəyirəm bunu deyəm ki, bizim dilimiz o zaman rəsmi olar, o zaman güclü olacaq ki, xanımlar və qızlar bu dildə iftixar eləyərlər. Bu dili saxlamaq üçün tamam ciddi cəhdləri qoyarlar, çalışarlar. Və bu dili uşaqlarına öyrədərlər. Düz öyrədərlər. Yəni bu bizim xanımlarımızdan geçir, bacılarımızdan, qızlarımızdan geçir və ayrı yol yoxdur. Amma bu gün uzaldıram. Buna görə ki, kitab səfərinizdən də çox az qalır bu fəsli tutaraq. İstəmirəm o birisi fəsli başlayaq. Yarımçılıq olsun. 9-cu fəslidə görüm neçə səfədir. 9-cu səhv biraz uzundur. 123, bu da 113. 10 səfədir. Onun üçün elə bunu istəyirəm ki, bu günləri, bu 8-ci səfəni qutaraq. Amma Quranın niyə içində, mənim nəzərimə görə İslam çox ayrı bir şeydir. İslam, aleyküm səlam əziz dostum. Mənim nəzərimə görə İslam bir ayrı bir şeydir, Quran bir ayrı bir şeydir və mollalar dedikləri bir ayrı bir şeydir. Mən neçə gündür fürsət eləyəndən eləyənə geçirəm kompüterin arxasında və sırç eləyirəm. Quranın öz içində sırç imkanı var. Yəni siz vurursunuz ki, məsələn gedirsiniz, yazırsınız ki, Qur'anı, hər nə mənə Qur'an, bir Qur'an gəlir, açırsınız, içəridə bunun kəlmə vurursunuz. Məsələn, səlat. İstəyir görəsiniz ki, namaza görə Qur'an nə deyibdir, mollalar nə deyiblər. Risalələr tamam doludur bunlarla. Yəni, məsələn deyirəm, dəstəmaza görə o qədər qanun yazıblar bunlar. Namaz və şəkkiyat, uzun bir şeylər yazıb, çox uzun. Quslu nədir olar? Uzun bir şeylər yazıblar. Və bunu bizə bir əcib, məsələn, dəstəmaz nədir? Quslu nədir? Tuvaletə gedəndə özümüzü necə yuvacağıq? Şəkkiyat nədir? Zəkat nədir? Xums nədir? Bunlar, cəhat nədir? Bunlar, Qurana baxaq, görək Quranda nə vardır? Bir eşikdə nə yazıblar? Bizim əsli mənbəyimiz Qurandır. Sünnilər və müsəlmanlar deyirlər sünnət, yəni dəb, türkçəsi dəbdir. Dəbir ki, Həzrəti Məhəmməd bir dana bir şey iş görübdür, onu da deyirlər ki, biz İslam hesablayacağıq və onun üzüyünə gedəcəyik. Amma məsələ budur ki, Həzrəti Məhəmməd dirikən heç kəs yazmayıb Həzrəti Məhəmməd nə görür. Və Həzrəti Məhəmməd Allahın rəhmətinə gedəndən sonra yüzlər nəfər hədis cəl eləyiblər və biz bunların çoxunu tanıyırıq. Bunun üçün bu hədislər ki deyiblər sünnətə görə, bunların %99'u yalandır. Əsən %50'si yalandır. Pəs %50'si yalan olanda, hər iki danadan biri yalan olanda siz o birincinə necə etimad edersiniz? Yəni bir işi bilirsiniz yalandır. İkincinə necə etimad edersiniz? Pəs əsən kollən gərək biz hədisi qoyaq kənara. Çünki hədislərin yalanı çoxdur, illa bizi İslamdan uzaqlaşdırır. Həzrəti Məhəmməd dövründə, indi məsələn mən əgər burada bir sırç eləsəm dostlar sizə İslamdan, fəqət desək ki, biri istəyir İslamdan çıxsın, onun hökmü nədir? Yəni, burada nə deyirlər adına? İndi, mən baxdım, gördüm ki, Quranda səlat sözünü vurdum ki, görək səlat, namaz. Namaza görə əhkam nədir? Cəlib budur ki, mən bir 20 dana ayəsini oxudum ki, müxtəlif surələrdə səlat sözü ilə gəlir, onları oxudum. Heç birisi də demir ki, neçə rükətdir, ya nə zaman qılacaqsan, bəlkə bunu dedim, bu da sübh, nahar, şam, axşam, 5 vədədir əsli İslamda. Bəlkə onu bir yerdə görmək olar. Amma, məsələn, İslamda namaz çox fərqlidir əslində. Yəni, o şeylərdəndir ki, dəyişilir, ibadətlər dəyişilir, oruç dəyişilir. Bunu görürük. Onun üçün mənim nəzərimə gəlir ki, bir dənə Quranda ki, namaz ən mühüm bir şeydir, amma ona görə bir hökmü, qət'i verməkdir. Siz gedin risalədə baxın, görün nədir. İndi qusl istiruq edəyək. İslamda qusl çox sadədir. İslamda deyir ki, özünüzü yuyun. Dəstəmaza görə deyir ki, vəqsulu və əllərinizi yuyun bu tərəfə. İndi biz buna şiələr beləsi yuyurlar, sünnilər beləsi yuyurlar. Niyə? Deyirlər ki, şiələr deyirlər ki, biz ayəni qəbul eləmirik.
Quranda deyib beləsi yox. Əli suyu belə doldurulmuşlar, belə tökülmüşlər üstünə. Bunu belə də yuyurmuşlar. Qur'anın dediği budur. Zahirdə. Şiələr deyirlər, yox, biz bunu qəbul eləmirik. Bunun gərək beləsi yox. Elə burada bir şiəni burada atın eşiyə. Qur'anın, nəssin, sərihin, zahirin atdı kənara. Qur'anın zahirin ki, attın kənara, batinin sən deyənməzsən. Çünki batini fəqət Peyğəmbər bilər. Allah bilər. Peyğəmbər də əgər bunun batinin deməyibdir, sən bunun batini deyənməzsən. Və sənin həqqin yoxdur. İndi baxırıq, görürük ki, qusl, namazda deyir, qusl eləyin əlinizi. Demir ki, namazda abdəst eləyin, ya vuzu tutun. Deyir ki, qusl eləyin, yuyun. Əllərimizi yuduq, tamam. İndi qusl eləyirik. Əslində demir, sağ, əvvəl baş, sonra sağ, sonra su və sonra əgər bir tühcən boş yerdə su dəyməmiş olsa, qusluz batidir. Belə bir şey yoxdur. Deyir ki, bədəninizi yuyun. Çox sadə. İndi mən hətta əgər indi irtidat sözünə geçsəm, məsələn, mən Google-ə, dostlar, indi yazsam Qur'an, mən indi burada əgər bunun sevirsəm, bunu farsçaya yazaram Qur'an. Yaxşı, burada gəldi Qur'an-ı Kərim. Bir yol ərz edeyim xidmət sizə ki, gedək burada bir yerə ki, download eləməyə ehtiyac olmasın. Fikirəm bu elə o şey olacaqdır. Ərəbisin, biz istirik Qur'anın, tamam. Yaxşı, Qur'an gəldi, görək, burada biz şey eləyə bilirik, əgər yox, bu olmadı, bunda search eləyə bilməm. Mən qoy bunu yazım ki, farsça ilə yazım, Cüstəcu der Qur'an, rahat olsun. Cüstəcu der Qur'an. Kərimin də götürək, biz Kərim istəmirik elə, hər nə olur olsun. Kərimdən, Məciddən. İndi, məsələn, istirik irtidadı yazaq. Görək ki, irtidadın hökmü nədir Quranda? Ərəbisin. Bedun-i Ərəb. İrtidad. Dostlar, mənim biraz yazmağım şeydir. Görək bu İranlıların saytları mütəəssifənə təbiyandır, nədir bunlar qoymadılar. Gedək bu Qur'ana görək ki, nə deyir? İrtidad, tamam, bir də nasıl gəldi? İrtidad, bu da Qur'an, bu da axtarış. Axtarışı vuraq, görək irtidada. İrtidada görə əslində burada deyir, bir şey tapmadı, calibdir. Bu da Paygah Cami Qur'an idi. Yaxşı, gedək burada bir ayrısız web saytə gedək, orada axtaraq. İrtidad. Cüstücü elə. Ayə peydaş belə irtidad, sıfır ayə. İrtidad əslində mənası yoxdur. Yaxşı, mürtəddə görək necədir? Mürtəd kəlməsinə baxın. Mürtəd. Sıfırdır onun ki, bu da yoxdur, mürtəd yoxdur. Necə ki, mürtəd kəlməsi yeni Quranda yoxdur. Bir ayrısına baxaq, calibdir. Mən bunu indiyəcən axtarmamışdım. Qur'an bir ayrısını tapdıq. Ora baxaq, ayrı web saytə gedək ki, yaxşı bunu ərəbisini qoyaq. Yazaq irtidad. Bu cürək tapır. Tapmadı bu heç zat.
Hansı gəldi, orada baxışırıq. Məsələn, biz burada yazaq. Yenə də irtidad. Bu da adı Fars nədir? İrtidad. Mətni ərəbidə axtar görək. İrtidad kəlməsi yoxdur dostlar. İndi görək mürtəd kəlməsi var ya yox. Mürtəd kəlməsi. İndi mənim biraz əcələ olduğum üçün bəlkə biraz burada da yazdı. Yenə bir şey tapılmadı. Diqqət buyurun. Yəni Cüstücü Quran, mən burada indi özünün yenə bir ayrı şeyi necə də yazaq bura yenə irtidad cüstücü sıfır nəticə. Yəni hətmən gərək ola. Yəni mən murtəddə varımdır. Bilirəm ki mən qoy bura bir ayrı yazaq ki mən irtəddə bəli irtəddə gəldi. İndi burada neçə dana var? Görək neçə dana var. Mütəəssifanə fərtəddə vəsilən qalələm əl. Məsələn, burada dindən yoxdur. Məsələn, təbəyyəlləhum şeytan rəsulullah ya eyyuhən nas in kuntum fi reybin minəl bə'si fə inna xələqnakum min turabin sümmə min nutfətin sümmə min ələqətin. Burada da ki, nəzərimə yorəddi gəldi. Ehtimalən olacaqdır. Amma bunu mən o qədər bildiyim qədər, məsələn, buna o hökmlər yoxdur ki, İslamda mollalar gətiriblər. İstirdim bunu deyəm. Amma bunu hətmən axtardan sizə ayəsini tapsam deyərəm. Quranda belə bir şey var ya yox, hökm var ya yox. Bunun üçün İslamda, İslamın əsli hətta şeydir, Quran da deyil. Bu qədər gedim qabağa. İslamın əsli əşhədə ən la ilahə illallah və əşhədə ənə Muhammedən abduhu və rəsuluh. Bu ikisidir. Ondan sonra o birislərin hamısı fər'iyyatdır. Hər halda istədim fəqət bunu deyəm, indi qeydaq kitabımıza istədim deyəm ki, mollalar nə mənə kitab ki yazıblar, hamısı Qurandan xaricdir. Bir dana ticarətdir, getdikcə çoxalır. Məsələn, Şah zamanı Coca-Cola'ya fətva vermişlər. İndi o fətva orada yazılıbdır. İslamdan deyil o. O, bir dana mollalar nəzərin deyibdir. Keçən 1000 ildə nə mənə deyiblər, bunlar çoxu da yalandır. Bunlar heç birisinin ərzişi yoxdur. Amma gedək kitabımızı oxuyaq, çünki kitabımız onlardan mühümmüdür. Düzdür, İslam da bizə mühümmüdür. Gələk onu düz axtaraq, düz örcəşək. Quranın ehtimali bu ki, təhrif ola çox yuxarıdır. Çünki Həzrəti Məhəmməd çox ağıllı bir insandır. İnsafən çox ağıllıdır. Yəni, bir adamdır ki, gələcəyi görür. Stratejist bir adamdır. Gələcəyi görür. Və deyir ki, əgər günü qoyasız sağ əlimə, ay qoyasız sol əlimə, mən dinimdən dəyişmərəm, çıxmaram. Və bilir, zəif olanda sən sülhüdən danışacaqsan, güclü olanda güclüdən danışacaqsan. Bu adam ziddünəqiz danışmaz. O halda ki, Quran doludur ziddünəqizini. Yəni, bir-birinin ziddiyini. Əgər sülh dövrəsinin ayələri, qudrət dövrəsi, zəiflik dövrəsinin ayələri, yəni Məkkə ayələri, Mədinə ayələri ki, güc dövrəsi başlanır, o dövrənin ayələri ilə zidd ola, adam dərk elər ki, tamam, orada bunu deyibdir, burada bunu deyibdir, illəti budur, orada zəifdir, indi ki, güclənibdir, dəyişibdir. Amma Məhəmmədin bu qədər ağlı kəsirdir, huşlu idi, başlı idi ki, çox mütəzad danışmasın, çox ziddi danışmasın. Onun üçün Quranda əgər bir şey görsək ki, əqlə batmır, bu qəbul olunmamalıdır. Məsələn, xanımlara görə Həzrəti Məhəmməd çox mehriban, çox bir insani bir rəftarı var. Məsələn, görsənməyibdir, nəql olunmayıb, hətta ki, Həzrəti Məhəmməd bir xanımı vura ya üstünə qışqıra. İndi necə olar ki, məsələn, Quranda ayə olar ki, siz xanımları vurun, döyün. Əqlə çıxmışı. Adam ki, bu qədər xanımlara həssasdır, o ayə gətirər ki, məsələn, yaxşı, mən özüm döymürəm, amma siz döyün. Ya məsələn, oradakı Allah deyir ki, hər kəsən öz dininə,
Lakum dinikum veliye din. Hər sizin dininiz özünüzün, mənim də dilim özüm. Orada mürtədd olmazsa İslam. Orada ki deyir, əql sinninə yetişməsən, buluq sinninə yetişməsən, eləyə bilməsən din seçəsən, yəni nənəndədən müsəlmanda mən də müsəlman olum, ola bilməz. Sən gərək əql ilə gedəsən qabağa. Burada olmaz ki, əqli qəbul eləməyə. Mən Günas TV-də dedim, Quran çox cəlibdir. Mən yenə də bunları, bəlkə bir zaman otururam, Quranı da oradan ki, başarıram bəzi şeylərin amar üzü ilə deyərəm. Dostlar, birdən baxırsınız, görürsünüz ki, məsələn, 1400 dəfə deyir ki, la yəqilun və la təqilun sual əlaməti ilə. Deyir ki, əqlizi işə salmırsınız. La tə'ləmun, elmi kəlməsi, tə'ləmun kəlməsi, ya'ləmun kəlməsi 1400 dəfə işlədir. Əql kəlməsi 1400 dəfə işlədir. Cəlib budur, Allahın kəlməsindən çox işlədir əql kəlməsi. Yəni, Allah ki, ləfz-i cəlalə, Quran Allahın məsələn tərəfindən gəlibdir. Onu məsələn deyək ki, 1200 filan dəfə deyibdir. Vəli əql sözün məsələn 1200 ondan çox deyibdir. Elmi sözün çox deyibdir. Təcrübə əslində təcrübəyə dayanır. Yəni, hər yerdə istəyirsən bir siru filərz, dolanın. Yəni, təcrübə eləyin. Çox əcibdir. Mollalar gəliblər, özlərinə bir gəlir mənbəyi düzəltmək üçün bir din düzəldiblər ki, İslamla ilgisi yoxdur. O mollalardan biri şimdi Xəlili Basol, o gözəl bir şey deyir. Deyir, axı, məsələn, imamın özü və balaları işdir deyə yox. Mollalar nə işdirlər? O Türkiyəli gözəl deyir. O da, mən bunu yaydım. Gözəl deyibdir, yayıblar Türkiyədən, biz də onu yaydıq. Deyir ki, mollaların 140 min dana nə qədər Türkiyədə molla var. Deyir, bunların hamısını gətirin bir yerə. Bir ay bunları 2 ay yedirdin. 2 dana da toyuq gətirin, qoyun bura, onları da yedirdin. Ayın başında baxın görün ki, bu 140 min nəfər molla və bu 2 dana toyuq hangisi iqtisada faydalıdır? Toyuq yiyibdir, amma sizə gündə bir dana yumurta veribdir. 60 dana yumurta, 120 dana yumurta, 2 toyuq, üz istəyirəm. Bəli də, 120 dana yumurta sizə veribdir ay başı. Mollalar yiyiblər və hesab verməyiblər. Bunun üçün özü bir iqtisad mənbəyidir. Bir də o ribaxarlıq kimi bir dindir, özü bir yoldur mollalıq. Əslində ribaxarlıq ki, işləmirsən, pul qazanır. Molla da işləmir, amma pul qazanır. Buna görə mənim nəzərimə gəlir ki, mollaların biz yerə kitablarından uzaqlaşaq və qeydaq dinə tərəf. Və din də Həzrəti Məhəmməd gətdiyi kitab ki, indi feylən bizə deyirlər və 190 ehtimalən içində, 190 ehtimalla içində əl aparılıbdır və bunu dəyişdirilibdir. Heç olmasa bilirik ki, Şiənin mötəqiddir da, Şiədə belə bir etiqad var ki, Quran dəyişilibdir. Çünki onlar deyirlər, əsli Quran Həzrəti Əlidə idi, Həzrəti Əli də xəbisliq elədi, diqqət buyurun vermədi. Ömər ya hər kəs ki, o Quranı istirdi şey eləsin, ona vermədi. Özü də zahirən gedib o Quranın cələsəsində oturub və təyin edib bu Quranı. Deyirlər, bunun əslisi də imamdan imama, imam zamanın əlindədir, gələndə gətirəcəkdir. Belə bir Şiənin belə bir, o da mollaların dedim, Şiədə deyəndə, yəni mollaların belə bir ahmaqanə baxışı var. Necə imam zaman quyudadır, cəmkərəndadır, elə buna da belə bir ahmaqanə baxışlar var. Hər halda Quran ağıl kitabı olmalıdır və onda mənim nəzərimə o kitab, o ayələr ki, ağılla müxalifdir və insan haqları ilə müxalifdir, biz onları aradan götürməliyik. Məsələn, Həzrəti Məhəmməd dövründə insanları alıb satırmışlar. Əgər Quranda icazə versək, alaq sataq, yəni desə ki, alın satın, bir ticarət kimi qəbul eləsə, tamam. Qəbul eləsə ki, deyək ki, o məqtədə qəbul edib. Çünki o rəsmidir, o bir şeydir. Amma ki, qəbul eləməyibdir, ya sakit qalbəsən dinməyibdir, ya da təyid eləməyibdir. Onda biz məcburuq ki, deyək ki, Məhəmməd bundan müxalif imiş. Hər halda, görək ki, nə olacaq da, bunları yavaş-yavaş girək bizim savadlılarımız girərlər və üstündə danışarlar.
Amma gələk sürətlə kitabımızın bu fəslini qutaraq bu günlərə. 109-cu səhifəni oxuruq. Hansı kitabdan? Hünər-i Cəng adında kitabdan ki, deyirlər 2000 ta 3000 il qabaq, bundan qabaq Çinlilər vasitəsilə yazılıbdır və sonra da bu müxtəlif dillərə çevriləndən sonra bu Həsən Həbibi rəhmətlih Haşimi Rəfsəncani və Xatəmi dövründə müavin əvvəl olmuşdu. O bunu tərcümə edib. Tərcüməsi hələ də yaxşı deyil, amma neynəmək? Olanla feylən geçsinək. Və eyni halda bunu bilək ki, brainwash oluruq bu kitablarda və biz bunun qabağını almadıq. 109-cu səhifənin 14-cü şumarəsindən başlayacağım oxuyam ki, buracan oxuduq dünənləri. Əlbəttə biraz da aşağıda oxumuşam, mən buradan oxuyuram. Deyir ki, کسی که می‌خواهد همسایگان را وادار به اطاعت از خود بکند با ضرر زدن به آنها در این کار موفق می‌شود. O millət ki istir qonşuların özünə müti eləyə, Rusiya kimi, deyir onlara zərər vurmaqla onları özünə müti elər. İndi Rusiya bilir ki, daimən bu işi görübdür və biz özümüz də Qacar dövründə, Səfəvi dövründə genələ keçmişik, qonşuları almışıq və bu işi görmüşük, yəni müti eləmişik, zərər verməklə. Yəni adamları ya vurmuşuq, öldürmüşük, ya dağıtmışıq, ya yandırmışıq, biləxərə almışıq da, yəni onlar bizim qabağımıza gəlib qurban sədəqə gedib bizə yerlərini verməyiblər ki, biz vurmuşuq, almışıq. Dünyanın hər yeri cürdür. Rusiya Ukrayna istir alsın, vurub dağıdıbdır. Qırım həman, Qırımın Qırım Qərə dənizdə Ukraynanın eşiyindədir. Ruslar gəliblər, alıblar neçə il bundan qabaq. طرحها و نقشه‌های ضرر زدن به دشمن در قالب یک روش معین نمی‌گنجد. Düşmənə nə cür zərər vuraq, nə cür zərər vurarlar, bu bir dənə rəvişi yoxdur. Bunun cürbəcür yolları var, yol yöntəmi çoxdur. Və hər kəs özünə görə bir düşmənə zərər vurmaq üçün bir iş görə bilər. Məsələn dedim, misal vurdum. Şirmanın, Yəzdin, Kaşanın püstəlikləri var. Bizim meşələrimiz o tutur. Bir iş görmürlər. Niyə onların meşələri qalsın? Püstəlikləri qalsın? Niyə bizim suyumuzu qurudurlar, amma orada dünyanın hər yerindən su çəkirlər, gətirirlər və məsələn Şirmanın çöllərində onlara püstələrə su verirlər. Dünənləri dedim, dostlar bir video qoyublar, sağ olsunlar. Orada görsədir ki, buna görə püst ağaçları donmasın, hər püst ağacının yaxınlığında bir od yandırıblar ki, bu ağacı qızışdırsın qışda. Görün nə qədər. Biz olsaq deyərlər ağac, alma ağacı əhməyin, nə bilim, filan əhməyin, bunlar su çox istifadə edir. Bunları çox aparır. Su çox aparır deyə bizi qoymurlar açıq. Amma onlar orada həm çox su aparır, həm də görün nə qədər nəft yandırasınız, ya ağaç yandırasınız, dışı başa-başı ki, o ağaçlar donmayarlar. Yəni, bir tərəfdən bizim iqtisadımızı aradan aparırlar bir bəhanə ilə, o birisi tərəfdən onlara su gətirirlər, həm Xəlic Ərəbidən, həm də üstdən hər yerdən su daşıyırlar, aparırlar, ora bizə qoymurlar gəlsin. Gah ətraf düşmən o qəla və əşxas sahib fəzilat را دور کنید. Deyir ki, bəzən düşmənin dövrəsində, düşmənin içində ağıllı insanlar var. Deyir, onları bir cür eləyin ki, düşməndən uzaqlaşsın. Məsələn, farsların içində ağıllı adamlar var. Biz bunları əgər eləyə bilək ki, farslardan uzaqladaq. Bunlara deyək ki, cürmü cinayət ki, olub keçən yüzildə bu millətlərin özlərinin haqqında, dillərinin haqqında, tarixlərinin haqqında, ədəbiyyatlarının haqqında, iqtisadlarının haqqında bunlara yavaş-yavaş biz dostyanə bunlara neyniyək? Dostyanə bunlara örgədək və bunlar yavaş-yavaş özləri oradan uzaqlaşsınlar. Niyə? Ta düşmənə müşavirə verməsinlər. Və ya xainان را به کشورشان بفرستید تا بنیان اداره وی را ویران بکند. Ya da ki, bir də onların özlərindən xain göndərin içərilərinə, pul verin, deyir, get filan yeri partlat. Get filan yerin, məsələn, bu işi gör. Partlamaq, hər yerdə partlatmaq da deyil. Mümkündür, məsələn, bir dana fiyuzu sındırmaq, ya bir dana cıqqılı bir dəstgah sındırmaq, mümkündür, bir dana, məsələn, şirkəti neçə ay ya neçə gün salada alıya. Və qah به کمک فریبکاری‌های مزورانه وزیران را از حاکم جدا کنید. Deyir, ya da ki, çox əcib qərib bərnamələr tökün və vəzirləri
rəhbəri ilə, rəhbəri rəis cümhurla, məclisi bununla, sipahı, məclislə, məclisi sipahla və bu cürsü bir-birlərinin canına salın və onları şey edin. و یا پیشوران زبردست را به کشورش گسیل دارید تا مردم را به اسراف و خرج ثروت‌ها تشویق بکنند. Deyir ya da ki pişəbəran, yəni bu işçilər göndərin bunların məmləkətlərinə, qoyun bunları təşviq eləsin, gəlib mal alın. Qoyun mal alsınlar, pulları gəlsin bu tərəfə, sizə tərəf. Yəni diqqət buyurun, əvəzin ki biz farslardan cins Allah, bunu mən Günas TV-də də dəfələrcə demişəm. Biz gərək farsların cinslərin şey eləyək, təhrim eləyək, əvəzində türk cinsi Farsistana göndərək. İndi bu ola bilər öz Güney Azərbaycanlı, Türkəmən, Qəşqaylı, o birisi türklərin tolidatı, tolid dedik, ürətim. Ürətimləri ola, ya da ki, məsələn, Türkiyə, Azərbaycan və o birisi türk dövlətlərinin ola. Niyə? Ta onlar pulların xərcləsinlər, xərclədikcə zəifləyəcəklər. Və ya musiqidanan və rəqqasan qostaq və bi-iffət bevey bedəhid ta adat ra digərkun sazən. Deyir, ya da ki, onlara o rəqqaslar, hərzə rəqqaslar, verin qoyun o hərzə rəqqaslar bunları da içdən dağıtsın. Məsələn, tətəllu filan çox gözəldirlər bunlar. Ya bu, nə deyirlər, bu bərnamə qoyublar, əsr cədidi filan. Bunlar çox gözəldir. Bunlar içəridən onu dağıdar. Çünki elə hərdən bir iştibah eləsə, bu millət farslardan mütənəffir olsa, bizə yetər. Amma əgər bunu nə qədər başarsaz. İndi dostların bəzi yaxşı iş görür. Burada onlara gərək təşəkkür eləyək. Əvvəl iki dənə məsələni deyim. Bu son günlərdə diqqət eləmişəm. Hər kəs gəlir mənim yazılarımın altında. Komment, mənfi komment qoyur. Baxıram görüm bu kimdir? Əvvəl baxıram görürsən bu adam hangi nə zaman açıbdır. Əvvələ bunların heç birisinin əksi yoxdur. Yəni öz əksiləri yoxdur. İkinci bu ki, o zaman ki bunların adlarının üstündə klik edirəm, görüm bunların profilində nə var. Görürsünüz ki, adam 0 şey qoyubdur, yayıbdır, bir şey yayıbdır. Yəni heç sık yaymayıbdır. Baxırsınız görürsünüz adamın 2 dənə, 3 dənə followeri var. Ya özü 2-3 nəfəri follow eləyibdir, followeri yoxdur əslən. Ya da görürsünüz bir 5-10 dənə followeri var. Bəllidir ki, əgər bunlar bir 10-15, 40, 50, 100, 200-ə can olsa, bəllidir ki, bunlar o, nə deyirlər, İranda deyirlər ki, ləşkəri sahibiri. Məsələn, bir dənə açırlar, hamımız bunu şey eləyin, onlar vururlar, o followerlər onu. Çünki bir adamın ki, yazısı yoxdur, sən niyə follow verirsən? Əksi də yoxdur, adı da yoxdur. Sən bunu niyə follow elərsən, məsələn? Məsələn, bir dənə bir şey vardı, onun nə əksi var, nə adı var. Əksi olsa deyək, indi ya oğlandır, ya qızdır, ya güldür, ya dağdır, ya dərədir. Adam baxardı, tamam, mən bundan xoşum gəldi. Yəni, bir məntiq var bunun dalısında ki, tamam, birinin bundan xoşu gəlibdir. Amma nə adı var, nə əksi var, nə də özü bir şey yayıbdır. Sıfırdır yaydıqları. Amma özü də 2-3 nəfəri follow eləyibdir. Bu 140 dənə, 150 dənə follower var, ya 10 dənə, ya 15 dənə. Bəllidir ki, bu tazadırlar. Fəqət bu iki sizi təliyə salacaqlar. Nə edəcəklər? 5-10 dəfə gələcəklər, sizə yazı yazarlar, sonra sizi deport eləyəcəklər, report eləyəcəklər. Sizə atacaqlar eşiyə, sizi şikayət eləyəcəklər. Bəs biri budur. Buna diqqət eləməliyik. İkincisi budur ki, bizim dostlarımızın bəzisi bir dənə adam əksi qoyur, dağ əksi qoyur, pərçəm əksi qoyur və onun, məsələn, dalısında fars kimi yazı yazırlar. Ya farsdırlar hətta. Farsları bu cürsə çeviriblər, insanlar üstlərində işləyiblər, onları çeviriblər və onlar biri də dəlibəri bir şeylər yazırlar. Bunlar cəlibdir. Bunlar bizə, farslara zərər verəndir və bizə xeyirlidir. Pəs deyir ki, bunların musiqiçilərin, bunların içində çox pis musiqi düzəldənlər düzəldiyini, ki, bunların adatların, dəblərin, ənələlərini dəyişdirsin. İndi məsələn, bəzi dostlar İran kəlməsin əlif yerinə eyn ilə yazırlar. Olur eyran kimi məsələn. İran. Bu gözəldir. Fars sözün, bunları mən Günas TV-də də demişdim. Fars sözün, məsələn, əgər iştibah eləməsən, üç nöqtəli sı ilə yazanda içi boş mənasına gəlir. Sad sı ilə yazanda Yəhudi mənasına gəlir. Məsələn, bunlar yaxşıdır ki, bunları umumilədək. Əlbəttə, məsələn, ciddi adamlar bu işi görə bilməzlər. Çünki bunlar ciddi danışırlar. Məsələn, mən məmulən ciddi yazaram, ciddi danışaram. İndi ya öz millətimizdən danışıram, ya farslarla danışıram yazında.
o ciddidir. Burada mən o ciddiyyətimi qorumalıyam. Amma dostlarımız ki, məsələn, ciddi mətləb yazmırlar ya, öz adları ilə yazmırlar dedim. Bunlar çox yaxşıdır ki, bu işi görələr yayalar. Bu nə qədər getsə qabağa, bu tür kəlmələr yazılsa bizim nəfimizdir. Və ya zənan zibay bedəyli ta əql əs-sərvi bedərrəməd. Ya da ki, onlara gözəl-gözəl xanımlar göndərin ki, bunu farslar daimən işləyiblər. Bəni Əbbas dövründən bu günə qədər farslar istəyiblər İslama zərbə vuralar, arvad veriblər. Məsələn, bilirik ki, məsələn, deyirlər ki, Əbbasilər gəliblər Məşədə gediblər və farsından evləniblər. Və bilirik ki, bu farsından evlənəndən sonra ki, deyirlər kimdir? Zübeydə xatundur, kimdir? Belə adı var. Deyirlər, ondan sonra bunlar nə ediblər? Farslar kodita ediblər. Və hala da bu işi görürlər, Almanda da bu işi görürlər. Mən dəfələrcə bunu demişəm. Çünki farsların əlindən əsli işçi gələr budur. Onun üçün dostlar, indi ki bunu dedim, bunu deyim. Əgər farsların niyə rəqsi, oynamağı yoxdur? Çünki farslarda daimən hakimiyyətləri məşğul eləmək üçün yançaq rəqsi var. Kəmər rəqsi var. Çünki kəmər rəqsində siz tərəfi təhrik eləməyə çalışırsınız ki, seksi olaraq baxsın və təhrik olsun. Bunun üçün kəmər rəqsi var. İndi deyirlər, beley rəqsi ya, ərəb rəqsi deyirlər. Farsların rəqsi kişili arvaddır, kəmər rəqsidir. Kəmər rəqsi buna görə ki, baxan şəhvətə gəlsin. Və dursun, bir iş görsün da bundan. Bu farsların geçən İslam tarixindən bu günə, geçən 100 ilə qədər ki, hökumətdə dəyirdilər. Hökumətdə nüfuz eləməklərin təhcə yolu bu rəqs idi ki, gəlirdilər, indi ərəb xəlifəsidir, ya hər kəsdir, ya türkdür. Onun qabağında kəmər rəqs edirdilər və bunları şəhvətə gətirirdilər. Sonra da bunların, məsələn, girirdilər içinə. Bu bir dənə yoldur ki, onlar elirlər. Hala da elirlər. İndi bilir ki, pərəstu adında da həm öz içlərində elirlər, həm də dünyada edirlər. Və bilirsiniz, bunların mərufdur da, şəhnazları, filanlar, zotları, kəmər rəqsləri mərufdur. Və oğlanları da ki, bu nədir, xordadiyandır, nədir, o özü dedi ki, mən kəmərimdən pul çıxadıram. 110-cu səfər. Həmsayiqan xud ra fərsudə sazid. Qonşularınızı yorun. Fərsudə eləmək köhnətməkdir. Köhnəldir. Köhnə ilə əskinin fərqi budur. Əski qədimidir, köhnə yəni yorğun, pozulmuş, ərzişini əldən vermiş. Məsələn, bir dənə parça alırıq, bunu çox işlədəndən sonra bu köhnəlir. Ərzişini əldən veribdir, keyfiyyətini əldən veribdir. Amma əski şey, məsələn, bir dənə yer altından bir şey tapırıq. Sınıq da olsa, şey də olsa bu əskidir, yəni qədimidir. O iki dənənin istədiyim fərqini də orada bilək. Bedin konu ki, daimən anhara dərhal amadə baş nigəhdar edir. Elə edin ki, onlar daimən amadə başda olsunlar. Və bu ərzəyə imtiyazat-ı zahiri işan ra bir tərəf antərəf işi. Zahirən onlara bir imtiyaz verirsiniz. Məsələn, gelirsiniz bir yerə, oradan qaçırsınız. Qoy onlar gəlsinlər ora, ondan sonra qaçın, onlar gəlsinlər, dağılırsan, sonra qeysinlər. Məsələn, bunu biz şəhər içində çox rahat yapa bilirik. Məsələn, tez-tez hər məhəllədə, məsələn, kələntəriləri daşlamaq, gecə məsələn. Koktol, molotof atmaq. Məsələn, fərz buyurun ki, indi dostlar, çərşənbədə neynədir? Axır çərşənbədə narincəklər düzətmişdiniz, nə yekəlikdə? Atırdınız, partdırdı. Çox əhməqanə bir iş. Şadlıq üçün deyil. Amma indi fikir edin ki, bunu damızın üstündə oturasınız. Ya məsələn, bir 100 metrlikdə durasınız, bunu qoyarsınız süpəyin arasına, bir şeyin arasına, atarsınız kələndərin həyətinə, aparsınız tipapasların həyətinə, atarsınız bəsicin həyətinə. Görün ki, nə olar? Görün burada nə olar? Yəni, onları daimən qorxuda saxlayırsınız. Kələntəriyə həftədə bir dana atıla. Bunlar orada rahat qala bilməzlər. Bu, o düşməni yormaqdır. Dər məsail-i nizami, in mətləb yekəz usul əst. Bu ki, dediyim şey, əslən, nizamidə əslidir. Ki, fərz ra bər nəyamədə də düşmən nə bayət quzar? Bu, əslidir ki, gərək deyim, yox, düşmən gəlməyəcək dalımızca. Onun üçün onun yoracı yox. Bu, dedim, bəlkə bayət dərbari sürət-i müqabili bavayı əndişə gəldi. Bayət, gərək bunu fikirləşəsiniz ki, biz o nə hızla gələ bilər, nə sürət ilə gələ bilər və mən onun nə cür qabağında əksüləməl göstərəcəyəm. Həmçinin nə bayət fekkəcək, düşmən həmlə nemi kurət. Ha, belə fikirəm yaxşı, düşmən həmlə eləməz. Həmişə bilaqşı düşmən bizə həmlə edir, hər gün.
Bəlkə باید در صدد شکست ناپذیر کردن خود بود. Bəlkə gərək elə eləyək ki, bizi sındıranmasınlar. Dostlar dedim, məsələn indi biz istirik ki, bir dənə şey düzəltmişik, tərəqqə. Bunu ataq polisin həyətinə, sipahpasların həyətinə, fərmandarinin, üstandarinin həyətinə. Bunun da yanında bir kağız atsaq daha yaxşıdır. Məsələn, sabahla bir dənə kağız ötürək, xiyabanda tökək, 3 dənə, 5 dənə kağız tökək. Burada deyək ki, əgər bizim qabağımızda dursaz, bizim istəklərimizdə dursaz, sizi biz öldürəcəyik. Bu bizə, onlara, düşmənə çox təsir qoyar. در استراتژی وو میخوانیم. وو adında bir adam bir stratejisinde belə bir şey yazıbdır. هنگامی که دنیا در حال صلح است مرد نیکوکار شمشیر خود را بر کمر نگه می‌دارد. Deyir ki, o zaman ki dünya sülhüdədir, barışda. Sülhün türkçəsi barışdır. Sülh ərəbcə sözdür. O zaman ki dünya barış içindədir, deyir ağıllı insan və nikukar, yəni yaxçı işlər görən insan. O kılıncın yanıncan daşıyar, silahın yanına, yəni həmişə savaşa hazır olar. Çünki bəlli olmaz düşmən hangi gün barışını sındıracaq. Bu bizim çox ağlımızda olmalıdır. Farslar daimən bizi toğlurlar və biz teğlamağı sevirik. در فرمانده وجود 5 صفت خطرناک است. Bir dana fərmandehdə, bir dana milli çalışqanda, bir dana dil çalışqanında, bir dana hər nə sahədə çalışqanında bu 5 dana sifət olsa çox pisdir, yaxşı deyil. Xətərlidir vətənə hətta. Əgər bimülahizə və biehtiyat başad, mümkün است کشته şəvət. Əgər özü mülahizə eləməyə, diqqət eləməyə, ehtiyat eləməyə, mümkündür özün ya o biriləri ölümə verə. Bu yaxşı deyil. O adam ki milli fəaldır, o gərək deyək ki, mən bu yazını yazıram. Kimi zərər vura bilirəm? Əcəba bu milli hərəkətdə çalışqanları birinin ürəyini sındıra bilirəm. Birinə zərər vura bilirəm. Birinə tohin olar. Onu gərək düşünəm. یک فرمانده شجاع اما ابله مصیبت است. Bir dana milli fəal amma əbləh olsa, əbləh yəni ahmaq olsa, səfih olsa, bu nədir? Bir dana müsibətdir o millətə. Məsələn, bizim bir vətənimizdə bir də insanlar var, biraz qiyafələri dalıdır. Bir növ mərəzçılıqları var. İnsanlar buna görə ki, bir də adamı güldürələr, gəlirlər, bunu məskər edirlər. وشی deyibdir ki, وقتی مردم از فرماندهی سخن میگویند همواره به شجاعت و اهمیت میدهند. deyir ki, millət məmulən milli fəal deyəndə, fərmandeh deyəndə onun şücaətindən danışırlar. Şücaət bu deyil ki, öz millətimizi pisliyaq. Şücaət üçün düşməni. Amma برای فرمانده شجاعت یکی از صفات است. شجاعتlik yaxşı sifətdir, olmalıdır. در واقع فرماندهی که فقط دلیر است ممکن است دست به کارهای سبک و نامحتاطانه بزند. اما o adam ki fəqət şucadır, delirdir, cəsurdur, o neynər? Mümkündür ki əksər işləri bizim özümüzün zərərinə qutarsın. در این صورت به ارزیابی مسائل مهم و پرفایده نمیپردازد. Çünki o mühüm məsələlərə diqqət eləməz, cıqqılı məsələlərə diqqət elər. اگر فرمانده بزدل و بی‌حمیت باشد اسیر می‌گردد. اگر bir فرمانده گرخا olsa اسیر düşər. Bu da xətərlidir. در کتاب سومافا می‌خوانیم کسی که زندگی را بر فراز هر امری قرار می‌دهد در اثر تردید و حیرت فلج خواهد شد. تردید فرمانده مصیبتی بزرگ است. اگر bir dana فرمانده اول مطالعه eləmir, mütaliə eləməndən sonra deyir ki, mən bunu eləyim. Bunu niyə elədim, qeydim. Bir dana təsmin tutub, hey istəyir ki, yox, qeydim o birisinə. Deyir, bu fərmanda müsibətdir. Əvvəl çoxlu təhqiq eləyəcəksən, araşdıracaqsan, məlumat əldə eləyəcəksən, bilgilənəcəksən. Elə ki, bilgiləndin, deyəcəksən ki, indi mən bu təsmimi tutdum, bu qərara gəldim, tamam, indi də bunu icra edəcəm. Elə ki, bu icraya getdin, şək eləməyəcəksən. Təbii ki, eləyə biləsən 2-cü, 3-cü, 4-cü planın da olsun ki, əgər o işləmədə o birisləri işə salıb tutasan. Əgər
فرمانده تندخو و عصبی مزاج باشد. Bu da pisdir. Bizim də içimizdə bu çoxdur. Mən özüm də əsəbiyəm, amma çoxdur mütəəssifانه. Tez əsəbani o bir şey deyəndə söyüş, savaş falan bəhman yox. Əgər فرمانده تندخو و عصبی مزاج باشد ممکن است مورد استهزا قرار گیرد. Bunu məsxərə elərlər. Bunu ələ sərgərlər. Gülərlər buna. تویو adında bir dönem mütəxəssis də deyib ki, Adəmizadə əsəbi məzac mümkün است از جا در رود و شدیداً خشمگین گردد و کارش به مرگ بیانجامد. O adam ki əsəbidir, tez yerindən oynar. Bunu oynatmaq olar. Buna denən bacın belədir, nənən belədir də onu tutmaq olmaz. Deyir bu adam öz yerindən çıxar, ağlın əldən verər, özünə və özgələrə zərər verər, hətta normalda özü ölümə gedər. Bəzi adam görürsən ki, o bilirsən, sən bacın xoşgildir, ya bir zaman söyüş verir. Çünki adam əslən durur, bıçağı çəkir, özünü onu vurur. Yox. Bu adamlar milli adam ola bilməzlər. Bunlar rəhbər ola bilməzlər. Bunlar xətərlidirlər hərəkətə. کسی که به آسانی از جا در میرود زود خشم و لجود است. زود خشم و لجود است. O adam ki tez rahatçılıqla oynatmaq olur onu, onun əsəbləri ilə oynamaq olur, onun əxlaqını vurmaq olur bir-birinə, onun aramışını vurmaq olur bir-birinə. Bunlar tez əsəbəyi olarlar və ləcbazlıq edərlər. O söyüş verdi, bu da söyüş verdi. Gəl meydana, gəlməsən meydana filansa. Bunlar nə mənədir? Əsəbi adamın xasiyyətləridir. Nə olar? Onlar səriyən dəst və əməl nizənə çox sürət ilə fikirləşmir ki, ne, o kimdir, mən kiməm, onun nəyi var, mənim nəyim var, vursaq nə olar, vurmasaq nə olar, bunun qabağı nə olacaq, dalısı nə olacaq. Bunlar fikirləşməz, girər savaşa və bu müşkülat təvəccüh nemikanət və bilməz ki, nə müşküllər var. اگر در یک فرمانده اساسی آنچه در یک فرمانده اساسی است استمرار است. Deyirlər ha doğuşandan nədir o birisi heyvanın adı? Tosbağa. Doğuşanla tosbağasında deyirlər normalda tosbağa udar. Niyə? Deyir ki tosbağa yoluna düşür, yavaş gedir amma gedir. Amma bunu doğuşan çox sürət ilə hızlı gedir. Amma 3-5 addım gedəndən sonra başı qatışır ayrı yerə. Yadından çıxır ki, mənim hədəfim nə idi? Deyir, yavaş gedin, amma daimən gedin. İstimrar, yəni dayanmayın, yavaş-yavaş gedin. Bu millətə ayıtmağa, bu millətə hərəkətə gətirməğa 1 gün, 2 gün, 10 gün, 100 gün deyil. 100 il bu milləti bu cür yatırtmağa, brainwash eləməğa sərf ediblər. 100 il deməyək, heç olmasa 50 il çəkəcək ki, bu brainwashdan çıxaq. Neçə dəlil var? Bir neçə nəsli öləcək. Məsələn, mənim nəslim, yəni mənim 57 yaşıma girdim dünəndən. 57 yaşdan yuxarı, yəni mən özüm də brainwash olmuş nəsləm. Mən özüm və məndən böyüklər ölüb qutarmasaq bu nəsl qutarmayacaq, rahatlaşmayacaq. O birisi nəslilərdə də gərək televizyonlar, radiolar, yazarlar gələrər meydana ki, onların beynini düzəldirlər. Buna da əcələ yoxdur. O nəsli ölüncən, burada da yavaş-yavaş bu nəsli gərək dirildək. Xüsusən xanımlara görə çox diqqətlə işləməliyik. Xanımlar, farslar xanımlara ruzəzən, ruzə doktor, ruzə mühəndis, ruzə pərəstar deyə qoltuqlarına qarpız verirlər. Heç iş görmürlər. Xanımlar vərzişgaha getdilər, qoymadılar. Heç yerə gedirlər, haqları yoxdur. Əri olmasa məmləkətdən çıxmır. Qardaşı icazə, dədəsi icazə, əmisi icazə verirsə evlənə bilmir. 1000 dana iş. Amma gəldi, yetişdi, qoltuğuna qarpız verəndə ruzə pərəstar, ruzəzən, ruzə doktor, xanım doktor, ruzə ağa doktor, ruzə ağa mühəndis, ruzə nəmənə mühəndis qoltuğuna qarpız verir. Bunları deyirsən, farsı danış. Sən istəyirsən, kilaslı görsənəsən, farsı danış. Biz gərək bunları bilək. Bunların üstündə gedək. Deyir ki, کسی که اگر شدیداً به شرافت خود علاقه‌مند باشد میتوان به وی افترا و تهمت زد. اگر bir فرمانده çox həssas ola ki, mən çox şərafətli adamam, mənim əhliyalımda irad yoxdur, filan yoxdur. Əgər biri mənə deyə ki, sən məsələn əyrisən, oğrusan, yalancısan, filansan, mən onunla savaşacağam. Necə ki? Deyir ki, belə olmasın. Həssas olmayın. Ərtəşə də bu işi görərlər. O qədər sərbaza filana yaman deyərlər ki, bunlar adət eləsinlər. Ki əsəbani olmasınlar. Çünki millət çıxacaq xiyabanda deyəcək, bin namus, bin şərəf, filan, bəhman, arvadın, uşağın, sayacaq bilmə, o əgər əsəbani olsa, hamısı günlüyə bağlar. Amma onu örgə edəcəklər ki, sən dözəcəksən. İndi, deyir, əgər bir dana fərmande
bir dənə türk yazarı, bir dənə Azərbaycançı, bir dənə millətçi. Əgər çox da şərafətinə əhəmiyyət versə, ki, mənə heç ləşə gərək üstümə deməyələr, şey olur. İndi mənə məsələn, hətta mənim özümü deyim, mənim özümə məsələn, onlar dəfə tənz yazıblar, çox pis şeylər yazıblar. Əhliyalıma, nənəmə, dedəmə, qızıma, qızlarıma, oğluma, xanımıma. Mən bunların özüm yaymışam. Mən bunları özüm yaymışam. Dedim, mən özüm əsəbani adamam. Bunu demirəm ki, yəni mən çox adamam, yox. Amma hər halda bilirəm ki, düşmənin bu oyunudur. Bu oyunun qabağında sakit olmaq lazımdır. Hətta gülmək lazımdır. Mən bəzən bunlar ki, ciddi məqalələr yazıblar mənim əleyhimə, bunları yoldaşlarıma göndərdən deyərəm, gülün. Mən gülürəm, siz də gülün. Hətta Facebookda, Acıqda da bunları yayardım. Qabaqdan Günazda işləyəndə yayardım, yazardım ki, mən gülmüşəm, siz də gülün. Çünki düşmən istəyir bizi əsəbi eləyə, biz bir şeylər deyək ki, millətimizi, dövlətimizi, fikrimizi, azadlıq, istiqlal ki, danışırıq, bunları xərablayaq. Söyüş vermək bunları xərablar. Deyir, bizə töhmət vurarlar, iftira atarlar, töhmət vura, iftira atandan sonra sən qalarsan burada. Onda çəkilərsən qırağa. Məsələn, indi birdən sabahları bir dənə video qoyarlar, o videoda deyərlər ki, İnsafəli Hidayət filan xanımla belə bir rabitədədir. Gəl görəsən, indi mən istəyəm özümdən difa eləyəm, qutardı da mənim işim. Mənim işim qutardı. Mən gedərəm, bir də çıxmaram eşiyə, yazmaram, danışmaram. Niyə oldu? Bir dana mənə iftira atdılar. کسی که به دفاع از شهرت خود دلبسته است به هیچ چیز دیگری توجه نمی‌کند. Hər kəsi deyir, mən bir adım sanım var, şöhrət adsan. Mənim bir adım sanım var. Bunu əgər biri xərablasa mən ondan dav eləyirəm. Mən onu qoymaram. Bu şöhrəti mən 50-57 il zəhmət çəkmişəm, qazanmışam. Necə bir nəfər gəlsin desin ki, sən filansan, bəhmansan. Calibdir, kəmpidə biz qalırdıq, mənim əhliyalımdan qalırdıq. Orada bir fars var idi. Riza adında, bizim əhliyal adını dedim bilərlər ilə. Biyol. Mutat, ahmaq bir formətdə bir adamdır. Özdə deyir ki, mən Abadaniyam, ya Əl-Əhvaz deyəm, amma ərəb deyirəm, farsam. Biyol. Bu, son zamanlarda, bu, məsələn, bir 2 il zad olar. Mənə bir şey yazdı ki, sən qızıl verərdin falan. Yəni, çox belə sertipert. Bunlarda kul olacaqsınız. Aram. İtürər, kərvan keçər. Mənim də qızım bilir, bəllidir kimdir, nənəm də bəllidir, dədəm də bəllidir. Sən bunu özün inanıbsan, onunla geyim. Fikir vermək, o itürsün. Deyir, əgər bir adam ki, öz ad-sanına çox əhəmiyyət verir, ona bağlıdır, o heç də ayrı bir şey əhəmiyyət verməz. Bizim bəzi insanlarımız milli hərəkətdə mütəəssifانه çox şeydir. Birinin əleyhinə bir nəqd yazılsa dünyanı vurar bir-birinə, milli hərəkəti vurar bir-birinə, küsər, gedər. Neçəsi küsübdür, yazıblar mənə, demişəm, ağa, sən əgər mənim sözümə görə, ya məndən ötürü, məndən razılığıma görə milli hərəkətə girmişsən, çıx. Çünki mən milli hərəkət deyirəm ki, milli hərəkətin o qədər genişdir ki, sən əgər məndən ötürü, mənim rizayətimdən ötürü, mənim xoşluğumdan ötürü, mənim sözümlə milli hərəkəti girmişsən, çıx, xoş gəldin. Sən yox, özün inanmısan bir yola, onu dünyada gəlsə, sənə hər nə desələr, sən yolunda duracaqsan. Əgər fərmandeh dilrəhm başıq, mitəban veyra azar dad. Əgər dilrəhm olasınız, ürəyiz tünü ola. Mən mütəəssifانه budurəm. Ürəyiz tünü ola, sizin ürəyizə narahat elərlər sizi. Ürəyi tünük adamı tez yoldan çıxartmaq olar. Sən bu işi görməsən, bu işi eləməyəcəyik məsələn. کسی که احساسات انسان دوستی، رحم و رأفت دارد فقط از فقدان آدمیزاده میترسد. نمیتواند از یک امتیاز موقتی به خاطر نفع دراز مدت صرف نظر کند و قادر نیست آن امتیاز موقت را برای به دست آوردن یک فلان کنار بگذارد. Dostlar, təqribən kitab da qutardı, bu da qutardı. Deyir, o adam ki, çox insan sevərdi filan, bunun ürəyi tünükdür, yumuşaqdır. Deyir, bu rahatca bir uzun imtiyaz əvəzinə bir qısa zamandakı imtiyazı ələ gətirir, uzunu əldən verər. Dostlar, təqribən vaxtımız qutardı, sabahları davam verərik. Çox sağ olun, sağ qalın.